Dəyərli müəllimlər, bugünkü bizim sual cavabımız olacaqdı. 7-ci sinifin son 3 ən çətin, yəni parçanın emalı texnologiyasından olan son 3 mövzunun sual cavabını eləyəcəm. 24, 25, 26. Başlayaq. Deməli, birinci Ramil müəllimin adı gəlir. Yaxşı, Gülcöhrə müəllimə qoşuldu. Elə Gülcöhrə müəllimənin adı əvvələ düşdü. Axşamınız xeyir olsun Gülcöhrə müəllimə. Salam, axşamınız xeyir müəllimə. Deməli, müəllimə, 3 mövzunu sual-cavab edəcəm 7-ci sinifdən. Bax, bütün növ parça materialları neçə qrupa bölünür? Hansı qruplardır? Deyə bilərsiniz? Bütün növ parça qrupları 2 qrupa bölünür. Təbii və kimyavi parçalar. Təbii parçalar özlərində heyvan, bitki mənşəli olur. Bir də mineral mənşəli xammalardan hazırlana bilir. Aha. Bitki mənşəli parçalar da özləri 2 qrupa bölünür. Bitki mənşəlilər bir olur. Demək, bitkilərin toxumundan alınan, məsəl üçün, bir də var bitkilərin gövdəsindən alınan. Bitkilərin toxumundan alınan pambıqdır. Bitkilərin gövdəsindən alınan isə kətan, çətənə lifidir. Yaxşı, bəs. Sonra heyvan buyurun, davam. Mənşəli özləri də 2 qrupa bölünür. Yəni tərkibi keratindən ibarət olan qoyun, keçi yunu, məsəl üçün, onun tükünə görə deyirdik. Bir də ki, ikinci fibroindən ibarət olanlar. Yəni ki, barama qurdundan alınan ipəklərdir. İpəklərdir. Oldu müəllimə, çox sağ olun. İndi Ramil müəllimə verəcəm sualı. Bax, hazırda ən çox tələb olunan parçalar hansılardır? Ramil müəllim, eşidirsiniz məni? Müəllim, bağışlayın, danışırdım, prosta səs açmamışam. Yəni, ən çox təbidən olsa daha yaxşı olar, amma bütün deməli, parçaların tərkibində süynilər də əlavə edilir, yəni süyni liflər də əlavə edilir. Süyni liflər də əlavə olunur, bəli. Bax, belə bir sual verim də, məsəl üçün, bitki mənşəli parçalara hansılara aiddir, deyə bilərsiniz, bitki mənşəlilərə? Bitki mənşəli parçalara müəllim, deməli, bitkilərin, Gülcöhrə müəllimə qeyd elədiyi, bitkilərin toxumlarından alınanlar idi. Onlara pambıq və kətan aid idi, bitki mənşəlilərə. Deməli, onların pambıq onun toxumundan alınırdı, seed deyirdik də. Bir də, deməli, obrisi isə, deməli, gövdəsindən alınanlar kətan və çətənələri idi. Kətan və çətən. Bəs heyvan mənşəli parçalar nədən alınır? Parçalar hansılardır, konkret adları parçaların? Heyvan mənşəlilər müəllim, deməli, 2 cür idi onlarda da. Tərkibi keratindən olan qoyun keçi, bir də fibroin deyirdik. O da barama qurdunun istehsalından, yəni barama qurdunun istehsal elədiyi parça idi. Yaxşı, bax, indi mən sualı dedim ki, bunları düz deyirsiniz, düzdür. Bax, heyvan mənşəli parça hansı idi? Heyvan mənşəli parçalara hansılara aid idi? Konkret olaraq parça adı deyin, ütüləmə dərəcəsi deyil. İpək və yun parçalar aiddir də müəllim onlara, heyvan mənşəlilərə ipək və yun parçalar. İpək və yun parçalar, yaxşı. İpək parça neçə dərəcədə ütülənirdi? Yun parça neçə dərəcədə ütülənirdi nəm istemal zamanı? Deməli, ipək parça 150 dərəcədə ütülənirdi. Yun parçalar 110 dərəcədə ipək parça, 150-də nəyi soruşdunuz? Yun. Yun 150-də, pambıq kətan 180-200, bir də qaldı sintetik 110 dərəcədə. Yox, bax, sintetik ən tez, istiliyə ən dözümsüz parçadır ki, 100 dərəcə. Şkala 100-dən başlayır 200-ə qədər. Mən şkala xətt çəkmişdim sizə. Bax, 100-dən başladı 200-ə qədər. Dedik ki, ən zəifi nə oldu? Sintetik. Ən qalını oldu? Kətan.
Düzdür? Deməli, sintetik Bəli. ən istiliyə dözümsüzdürsə, deməli 100 dərəcə sintetik olacaqdır. İpək də elə sintetikə oxşuyur deyək də, o da zərif parçadır, ütüyə yapışandır. Onu da keçirdik 110-a. Pambıq, kətan ikisi bir yerdə 180-120-dirsə, deməli tam ortada, yəni 150-də də qalacaqdır yun. Bəli. Yaxşı. Bax, tərkibi heyvan bax, zülallı maddələr hansı liflərin tərkibində var? Zülallı maddələr. Heyvan mənşəlilər. Bəli, zülallı idi. Tərkibinə görə o heyvan mənşəlilər özləri də 2 yerə bölünürdü. Bayaq müəllimə də dedi, bir də soruşuram ki, təkrar yadınızda qalsın. Tərkibinə görə 2 cür idi. Keratin, bir də fibroin. Yaxşı, fibroin olan hansına aid idi? Hansı heyvana aid idi? Barama qurdu, o birisi keratin, qoyun, keçi yunu. Qoyun, keçi yunu. İndi bir dənə də sizə sual verəcəm, keçəcəm o birisi müəllimlərə. Bax, belə bir şey var. Bax, daha çox üstünlük verilir hansı liflərdən alınan geyimlərə? Daha çox üstünlük verilir hansı təbiidən olanlara deməlim. Təbii geyimlər. Bitki və heyvan mənşəli liflərdən toxunanlara. Düzdür? Amma bəs paltarlarımızın, yəni ki, biz qardirobu açanda müasir insan qardirobundakı geyimlərin əksəriyyəti hansı liflərdən hazırlanıbdır? Süni liflərdən hazırlanıb olar. Əksəriyyəti süni liflərdəndir. Yaxşı, bəs təbii parçaların keyfiyyətini yaxşılaşdırmaq üçün ona hansı əlavələr edilir? Təbii parçaların keyfiyyətini yaxşılaşdırmaq üçün bilmədim. Bayaq demişdiniz da Ramil müəllim, yoxsa şey demişdiniz? Süni parçalarda. Süni. O qədər qarışdı. Sual verəndə hamınız həyəcanlanırsınız bu mövzuda. Gözünüzü alıb elə bir. Süni əlavələri. Həyəcanlanmayın. Siz bildiyinizi deyin. Səhv olanda olacaq da, asmırıq, kəsmirik, düzəltçik səhv. İmtahanda deyilik ki. Həqiqətən də müəllim, nə bilim, təbii parçalara bəli süni qatılar, liflər qatılırdı. Liflər qatılırdı. Yaxşı, siz də sağ olun. İndi gələk çataq Sədaqət, nə idi? Saçlı müəllimənin adı. Adını başqa cür yazıbdı, qatışdırıram. Deməli, indi sualı saçlı müəlliməyə verəcəm. Görüm nə sual verim ki, saçlı müəllimə də biraz çaşsın. Hər şeyi tez tapır ona görə. Onsuz da çaşırıq. Bu mövzu bizi elə çaşdırıbdır ki, elə adımız da çaşır. Heç adını da bilməyim. Yaxşı, bax, parçalar deyir ki, kimya elminin inkişafından sonra 2 yerə bölündü. Hansıları idi? Kimya elmindən sonra? Bəli, kimyəvi toxum liflər alınmağa başladı. Bu əlamətlərə görə də parça 2 yerə bölündü. Təbiidən getmir ha söhbət. Kimyəvi olanda biz nəyi deyirdik? Elə mövzumuzun adı da ondan idi. Süni və sintetikdən? Bəli, süni və sintetik liflərə bölündü. Düzdür? 2 yerə bölündü. Yaxşı. Süni parça liflər üçün xammal nədir? Süni parça lifləri üçün. Süni parça liflər üçün xammal kükünar ağacı oduncağından və bir də ki, pambıq tullantılarından alınan sellozdan. Bəs sintetik parçalar üçün xammal nə idi? Onlar da kömür və neft emalılarda, yəqin ki, kömür və neft. Bax, məsəl üçün biz sintetik köhnə paltarlarımızı yandırırıq da. O sintetik parça yananda uşaqlar bəzən çubuğu alır, belə oynadırlar, ucundan belə damla axır. Neft kimi. Bax, sintetik parça odur. Deməli, nədən oldu? Kömür və neftin emalından alınan qazlardan. Amma ki, süni parça yanır belə kül kimi olur da. Yəni ki, o neft kimi şeyləmir, nə bərkimir, nə axıcı olmur. Yaxşı, kimyəvi liflərin emal mərhələsi dedik ki, 3 yerə bölündü. Hansılar idi? Saya bilərsiniz ardıcıllıqla. Bəli, əyirmə məhlulunun alınması idi, liflərin formalaşması idi, bir də ki, liflərin işlənməsi. Liflərin işlənməsi. Bax, Firierlərdən söhbət neçənci mərhələdə gedirdi? 2-ci mərhələdə.
Filyer özü nə idi? Deyə bilərsiniz? Filyer, deşik qablar, o da filyer yoxsa? Deşikləri olan bir qapaq Hə, forması, də- aşsüzənə o- bənzəyən bir şey idi. Deşiklərin Bəli, sayı nə yəni qədər aşsız- idi orada? Orada 24-35 min arasındadır. Aha. Deməli, o məhlul işıqlar filyerdən axıb keçəndə bərkiyir. Və nəticədə də orada nazik saplar əmələ gəlir. Sonra o filyerdən çıxan saplar deməli, o ümumi saplarla birləşir və dartılır. Sonra onlar bobinə dolanır. Bobindəki o makaradır da, elə bil sapın, məftilin dolandığı makara. Makaradır. Yaxşı. Bir dənə də sual verim sizə, sonra keçərik o biri müəllimlərə. Bax, Buyurun. belə bir sual verəcəm sizə. Qələvidə həll edilmiş selluloz kütləsindən hansı liflər alınırdı müəllimə? Qələvidə həll edilmiş sellulozdan. Qələvi sintetik kimyəvi liflər olar da qələvilər yəqin. Kimyəvi şey. Bax, sintetik kimya varsa, sintetiki götürəcək. Bax, sintetik K ilə qutardı, kimyəvi reaksiyalar K ilə başladı. Kömür, neft K ilə başlayır, düzdür? Bunlar hamısı sintetikə aiddir, K-lar. K ilə başlayan cümlələr. Daş kömürdür, neftin emalından alınan qazlar idi. Sonra dedik ki, kimyəvi reaksiyalar nəticəsində əldə edilirdi. Bunlar hamısı oldu sintetik liflərə aid. Amma ki, süni S ilə başlayır. Selluloz kütləsindən alınır. Yaxşımı? Bax, küknar ağacının oduncağından, pambıq tullantıdan alınan sellulozdan istifadə edilirdi süni liflərin alınmasında. Bax, bu küknar ağacı da sizi çaşdırmasın. Dedik ki, sintetikdə hamısı K ilə başlayır, düzdür? Nə idi? Kimyəvi reaksiyalar idi, düzdür? Sonra nə idi? Neft idi, neftin kömürün emalından alınan qazlar, kömürdür, neftdir. Bunlar hamısı yanan şeylərdir. Sintetik parçaya da biz spişkanı vuran kimi alışıb yanır, axıcı olur, neft kimi olur. Bax, belə yadınızda saxlayın. Amma süni deyək ki, yananda da deyir, boz kül əmələ gəlir. Küknar ağacının oduncağından, pambıq tullantısından, sellulozdan alınır. Deməli, selluloz varsa, selluloz kağız özü də, yəni ki, sellulozdan alınır da, deyir, süni parça yananda kağız iyi verir. Bax, belə yadınızda saxlayın. Selluloz varsa, küknar ağacı oduncağı varsa, pambıq tullantısı varsa, bu yanan kül olan şeylər. Boz kül olan şey. Bunlar hamısı süni liflərə aiddir. Amma ki, sintetik K ilə bitdi. Kömürün, neftin emalından, bir də kimyəvi həll edilmiş selluloz, kimyəvi reaksiyalar nəticəsində əldə edilir. Bax, K ilə də bunlar başladı. Bax, belə yadınızda saxlayın, əlaqələndirib yadınızda saxlayın ki, küknar ağacının oduncağıdır, pambıq tullantısıdır, selluloz, bunlar yanan zaman kül olurlar. Deməli, süni liflər alınır onlardan. Amma ki, sintetik deyəndə kimyəvi reaksiyalar nəticəsində əldə edilir. Məsəl üçün, neftin, kömürün emalından alınır. Bu, yəni ki, neft məhsulları da yananda axıcı olur, müxtəlif iyilər olur, sintetik də yəni olar. Yəni, bu şəkildə əlaqələndirib yadınızda saxlasaz, diqqət eləsəz, bura indi bu izahı atacağım qrupa. Yadınızdan çıxası deyil, daha qarışdırmayacaqsınız. İndi sual verəcəm Sədaqət müəllimə. Yox, Sevda müəllimə elə bildim çıxıbdı. Üzr istəyirəm, növbə ilə gedək. Sevda müəllimədir, sonra Sədaqət müəllimənin növbəsidir. Bax, yuyulma, burulma, qurudulma kimi termiki emal varsa, bunu biz hansı mərhələsinə aid edəcəyik? Kimyəvi liflərin işlənməsini, liflərin emalına. Liflərin işlənməsinə ilə aid edəcəyim müəllimə. Liflərin işlənməsinə. Yaxşı, yumşaqlıq vermək üçün bu şeylərə hansı məhluldan istifadə edirlər? Sabun məhlulunda istifadə edilir lifləri yumşaltmaqdan ötürü. Yaxşı. Daha sonra orada rənglənmə var idi, bir də ağartma. Rənglənmə və ağartma var idi, düzdür. Bir də yumşaqlıq vermək üçün sabun məhlulu. Bəs süni parçalar hansı liflərdən alınır, lif olaraq? Süni parçalar viskoz liflərindən alınır. Viskoz lifləri də oduncağın yonqarından, bir də ki, başqa əlavə edilmədən, qaçışıqsız da, ancaq küknar ağacı oduncağının yonqarından.
Bəli. Yaxşı, bəs təyinatından asılı olaraq necə olur forması? Rəngi forması deyək də. Viskozlar daha çox parıltılı olur, yəni ipəyə bənzəyir. Tutqun səthli olur da, yəni görünüşdə tutqun olur. Yaxşı, bəs necə viskoza kətan görüntüsü vermək olar? Qalınlaşdırılmış viskozlara. Viskoz sapdan istifadə eləməklə. Yaxşı, bəs ipək, pambıq, yun görüntüsünü necə vermək olar bu viskoz saplara? Həmin sapları müəllimə, deməli onların parıltısının, qalınlığının, bir də burulmasını biraz dəyişməklə o viskoz parçalara ipək, pambıq, yun görüntüsü vermək olurdu. Deməli, bax, qalınlıq, parıltı, burulma dəyişməklə viskoz parçaya biz nə verdik? 3 dənə pi ilə yadımızda saxlayırıq. Pambıq, ipək, yun görüntüsü veririk. Deməli, 3 dənə şeyi dəyişməklə, parıltı, qalınlıq, burulmanı dəyişməklə pi açar sözümüz oldu. Deməli, viskoz parçasına biz pambıq, ipək, yun görüntüsü verdik. Amma ki, kətan görüntüsü də almaq üçün, deməli, qalınlaşdırılmış viskoz sapdan istifadə elədik. Qalınlaşdırılmış viskoz sapdan. Yaxşı, nəyə görə ipəkdən, hansı şeyinə, əlamətinə görə ipəkdən geri qalır viskoz parçalar? Möhkəmliyinə görə geri qalırdı viskoz parçalar. Amma ki, pambığa nisbətən nədir bu, yaxşı nəmi hopdururdu da özünə, davamlı idi. Bəli. Davamlığı da ondan geri qalırdı, tam da ipək kimi möhkəm, pambıq kimi möhkəm deyildi. Amma ki, hopdurmasına görə. Nəmi özünə yaxşı hopdururdu, bəli. Bir dənə nəmi özündə saxlamasına görə, nəmi yaxşı hopdurmasına görə, deməli, pambıqdan öndədir, amma davamlılığına görə pambıqdan geridə qaldı. Möhkəmliyinə görə desə, testdə ipəkdən geridə qalır viskoz parça. Amma davamlılığına, yəni dözümlülüyünə görə desək, pambıqdan geri qalır. Amma ki, hopdurma cəhətdən pambıqdan daha yaxşı hopdurur nəmi. Bəs yaş vəziyyətdə bu viskoz parçanın möhkəmliyi neçə faiz aşağı düşür? 50-60% aşağı düşür. Həmin parçalarda, viskoz parçalardan nəmliyi aşağı düşür. Yaxşı, belə bir şey deyək də, dedik ki, viskoz lifləri, pambıq və kətan lifləri kimi hansı cəhətdən pambıq və kətan liflərinə oxşuyurdu? Pambıq kətan liflərinə görünüşünə görə, qalınlığına görə, parıltısına görə. Deyir ki, pambıq, viskoz lifləri, kətan və pambıq lifləri kimi yanır, tez alışır, alovu düz olur, parlaq olur, yanmış kağız iyi verir. Qoxusu, bəli, kağız qoxusuna bənzəyir. Kağız qoxusuna bənzəyir. Bax, bayaqlarında biz nə demişdik? Demişdik ki, pambıq parçalarda təbii idi da, yəni ki, bu viskoz parçalar, yəni ki, o şeylərin tullantısından, yəni ki, oduncaqdan falandan alındığı üçün, küknar ağacının oduncağın yonqarından alındığı üçün heç bir qarışıq əlavə olunmadan da, yəni pambıq parça da, yəni ki, təbii sayılır da. Bu süni olsa da, bu da yəni ki, oduncaqdan nisbətən, yəni ki, təbii məhsuldan alınır da. Ona görə yəni ki, tez alışır, alovu düz olur, parlaq olur, özü də yanmış kağız iyi verir. Yəni sintetik deyil ki, ya kürəcik alınsın, ya da ki, axıcı kimi bir şey olsun da, maddə olsun, yumşaq maddə. Yəni bəli. Deməli, tez alışır, alovu düz olur, yanmış kağız iyi verir desək, deyəcəyik ki, viskoz lifləri. Nəyə bənzəyir bu əlamətinə görə? Pambıq və kətan liflərinə. Bənzəyir. Bəs nələrin təsirinə viskoz lifləri həssasdır? Nələrin tərkibinə? Bitki liflərindən fərqli olaraq. Turşuların, bir də ki, qələvi lifləri idi, qələvilərin təsirinə. Bəli. Oldu Sevda müəllimə, siz də çox sağ olun. İndi Sədaqət müəllimə, siz mikrofonunuzu açın, zəhmət olmasa. Salam əleykum. Axşamınız xeyir olsun müəllimə. Bax, indi keçdik biz asetat və 3 asetata. Xammal qismində nədir onun tərkibi? Asetat və 3 asetatın?
Deməli, xam mal qismində əsasən odunca və pambıq tullantıları gedir. Xarici görünüşünə görə hansı parçaya bənzəyir? Xarici görünüşünə görə ən çox təbii ipəyə bənzəyirlər. İpəyə bənzəyirlər. Bəs bayaqların biz dedik ki, nəmi yaxşı obdurur. Nəmi pambıqdan yaxşı obduran hansı parça idi? Bayaq dedik. Deməli, viskoz idi də, nəmlər. Davamlılıqda pambıqdan geri qalırdı, amma nəm obdurmağına görə pambıqdan yaxşı idi. Amma ki, indi desək ki, nəmi pis obdurur desək, bu hansı parçalar olacaqdı? Asitat və 3 asitat, deməli, nəmi daha pis obdurur özünə. Aha, tez quruyandır. Tez quruyur amma. Yaxşı. Nəmi pis obdurur, amma tez quruyur. Aha. Quruluşuna görə necə parçadır? Xarakterik xüsusiyyətləri. Deməli, onlar viskoz parçalara nisbətən deməli az möhkəmliyə malikdir. Sonra yanması da tam fərqlidir. Onlar yananda yumşaq kürəcik əmələ gətirirlər. Aha. Sonra dediyim kimi bu da deməli viskoz parçalara nisbətən möhkəmliyi, yəni az. Məsələn, bu asitat parçalara əsasən hansı parçalar daxildir? Bax, bircə dəqiqə, indi mən sizə... Üstündə plis olan, plissi. Plisseni yaxşı saxlayır, yəni o qatları, büzmələri yaxşı saxlayır üzərində. Hansısa da qırış deməkdir, qırış, bəli, plissinin üzərində daha yaxşı saxlayır. İndi belə deyim sizə. Bax, asetat parçanın da istiliyə dözümlülük dərəcəsi verilibdir 3 asetatında. Deməli, asetat yüksək qızdırmaya tab gətirmirdi. O neçə dərəcədə əriyirdi? Deməli, asetat parçalar 210 dərəcə Selsidə əriyir. Yəni, onlar yüksək qızdırmaya tab gətirmirlər. Amma 3 asetat deməli, parçalar isə istiliyə daha dözümlüdürlər. İstiliyə daha, bax 3 asetat 300. İkisi də 3 ilə başlayır. Yəni bunu belə yadda saxlayırıq. Asetat da deməli 210-da qalacaq da asetata. Asetat 210 olur, amma 3 asetat isə 300 dərəcə Selsidə. Bəli. Yəni onun ərimə temperaturu 300 dərəcə Selsidədir. Yaxşı. Bax, yanan zaman belə deyək də tez yanır, sirkeyi verir, kürəciklərə çevrilir. Bu hansı idi? Asetat və 3 asetat. Hər ikisi, yəni hər ikisinə aiddir. Bəli. Sintetik parçalara hansılara aid idi müəllimə? 4 dənə parça adı çəkilirdi orada. Sintetik liflər. Sintetik parçalara deməli poliamid, sonra poliefir, sonra bir də ki biraz uzun. Poliakrolinitril. Deməli 4 dənə aid idi. Poliamid, poliefir, bir də poliakrolinitril. Poliefir parçalar da orada daxil. Yaxşı. Ən geniş yayılmış parçalar hansıları idi? Bir müxtəlif ölkələrdə sintetik lifləri hərə bir cür adlandırır. Ən geniş yayılmışlar hansıları idi? Ən geniş yayılmış parçalar ümumiyyətlə təbii parçalarda ən çox yayılan. Yaxşı. Təbii parçalar pambıq, kətan, bir də ki yun, ipək. Yaxşı. İndi keçəcəm Gülcöhrə müəlliməyə. Bax, neylon, kapron, dedaran parçalar hansı liflərdən istehsal olunur Gülcöhrə müəllimə? Elastan. Polamiddir, yox. Polamid parça. Bax, neylon, kapron, dedaran, poliamid. Bax, hər üçündə də Gülcöhrə müəllimə O hərfi var. Neylon, kapron, dedaran, poliamid liflər. Poliamiddə də O var liflərdə. Neylon, kapron, dedaran. Hər üçündə də O hərfi var. Yəni O hərflərinin ardıcıllığı ilə biz açar söz kimi yadımızda saxlayacağıq. İndi bax, belə bir sual verəcəm sizə. Bax,
Bu liflər var. Bayaqlar 4 dənə lif adı çəkdik də, sintetik parçalar üçün olan liflər idi. Bunlardan hansı yumşaqdır, elastikdir və möhkəmdir? Demək olar ki, əzilmir, qızdırma zamanı qat və pliseni yaxşı saxlayır, gündə ağarmır, güvə və mikroorqanizmlərlə zəngindir. Bu hansı idi? Elastik, möhkəm. Yəni bayaqki o süni parçalardan deyirsiniz, yoxsa sintetikdən? Sintetikdən. 4 dənə deyək, poliefir, poliamid, poliokrinil, 3 dənə üzr istəyirəm, poliakrinil. Elastandır deyəsən, elastan lifləri. Bax, poliefir lifdən alınmış parçalar deyir, yumşaqdır, elastikdir, möhkəmdir. Əzilmir, qat pliseni yaxşı saxlayır, gündə ağarmır, güvə və mikroorqanizmlər varsa bunu aid edəcəyik poliefirə. Poliefir. Poliamid varsa, poliamid lifdən alınanlar varsa, deməli aid edəcəyik bunu neylon, kapron, dederon. Bəs İysiz əriyir, əlavə səs eləməyin müəllimlər, mikrofon bax, kimi sual cavab eləmirsə, həmin müəllimin mikrofonu açıq olsun. Bax, yanma zamanı hansı liflərdir ki, bu sintetikdən olanlar? İysiz əriyir, bərk kürəcik əmələ gətirir. Bərk kürəcik söhbəti varsa, hansına aid edəcəyik yanma zamanı? Poliefir idi. Poliefir idi. Bərk kürəcik. Yaxşı, sintetik liflərin ən möhkəmi hansı idi, Gülcöhrə müəllimə? Ən möhkəmi? Bəli. Elə poliefir? Yox. Ən möhkəmi desək, neylon, kapron, dederon, poliamid liflərdən alınır. Amma poliefir nətər dedik? Əzilmir, qızdırma zamanı qatdı, pliseni yaxşı saxlayır, gün onu ağartmır, mikroorqanizmlərlə, yəni ki, sus düşmür. Bu poliefirdir. Amma ən möhkəmi desək, sintetik liflərdən poliamid liflərdir ki, ondan da ki, parça olaraq neylon, kapron, dederon parçalar istehsal olunur. Plese nə idi, Gülcöhrə müəllimə? Plese büzmə deməkdir. Elə bil ki, yığılmış qarmon şəkli kimi alınmış da qat-qat deyirlər, həm də o. Plese elə bil fransız sözü olub, qırış büzmə deməkdir. Yaxşı, bəs desəm ki, poliamid liflərin çatışmayan cəhəti nədir? Poliamid liflərin neylon idi, çatışmayan kapron idi, cəhəti. dederon idi, onların. Neylon, kapron falan. Dəqiq yadımda qalmayıb. Bax, bu kaprondur. Onları suya salırıq, kapronu ipə atan kimi quruyur, düzdür? Deməli, nəmi pis obturur da, düzdürmü? Hərarətə də həssasdır da, bir qırıq isti nəyə harasa dəydisə yapışır, kürəcik əmələ gəlir, pis olur. Əriyir. Hopturması çatışmayan cəhəti hopturma və yüksək hərarətə həssaslığıdır. Deməli, poliamid liflər oldu, kapron, neylon, dederon. Çatışmayan cəhəti də deməli, pis hopturma, yüksək hərarətə. Bir yerdə də biz demişdik ki, əvvəl, yəni ki, süni parçalarda da demişdik ki, hansı parçaydı o nəmi pis hoptururdu? Nəmi pis hopduran asitant və 3 asitant idi, ancaq yaxşı hopduran viskoz idi deyəsən, eləmi? Viskoz idi, bəli. İpək şeydən də, pambıqdan da yaxşı hopdururdu. Bəli, bəli. Ancaq möhkəmliyini viskoz parçası nəm halda 50-60%-ni itirir. Davamlılığına görə də, yəni ki, o pambıqdan geridə qalırdı da, düzdürmü? Bir dənə nəm obturmağına görə pambıqdan üstün idi viskoz parça. Bax, yadınızda qalsın, nəmin pis obturması varsa, süni parçalarda asetat 3 asetatdır. Nəmin yaxşı obturması varsa, süni parçalarda oldu viskoz, pambıqdan yaxşı obturur. Amma bir də burada sintetik parçalarda da, deməli, poliamid lifinin çatışmayan cəhəti
nəmi pis obturması yüksək hərarətə həssaslığıdır. Polamid liflər də nə oldu? Kapron, dederon, bir də nə idi o? Neylon. Neylon da bilirik ki, neylon köynəklər olur, döşlüklərimiz olur. Bir var idi adi çitdən, bir də var idi biraz tülə oxşayan biraz qalın formada. Neylon pərdələr olur. Yuan kimi quruyur da, elə asırsan quruyur. Yəni yadda qalsın ki, tez quruyan parçalarda kapron, neylon, dederon. Yəni ki, bunlar nəmi pis obtururlar, yüksək hərarətə də həssasdırlar. Bax, polamid liflər də deməli poliefir liflərə bənzəyir. Hansı şeyində? Nəyində bənzəyir poliefir liflərə? Onlar kimi onlar da yananda kürəcik əmələ gəlir. Ümumiyyətlə yanmır da, sadəcə iysiz əriyir, yumşaq da kürəcik olur. Yumşaq kürəcik. Poliefirdə bərk kürəcik olur, poliamiddə isə yumşaq kürəcik əmələ gəlir. Yumşaq kürəcik əmələ gəlir, bəli. Sonra indi növbə gəldi Ramil müəllimə. Ramil müəllim, siz mikrofonunuzu açın, zəhmət olmasa. Bəli, müəllim. Bax, uzunluğunu dartılan zaman elastik parçadır. 7 dəfə böyüyür, daha sonra elastik olduğu üçün əvvəlki ölçüsünə qayıdır. Bu hansı idi? Hansı lifdən alınan parça idi? Elastikə oxşar elastan lifli parçalar idi onlar müəllim. 7 dəfə öz ölçülərini böyüdürdü dartanda, sonra da yenidən öz vəziyyətinə qayıdırdı əvvəlki vəziyyətinə. Yaxşı. Elastan parçadan hansı məmulatlar istehsal olunurdu? Corablar hazırlanırdı müəllimlər. Sonra əyninə çip oturan dar paltarlar hazırlanırdı, amma o dar paltarlar əyilib durmağa, hərəkət eləməyə maneçilik törətmirdi də, yəni yumşaq olurdu, hərəkət eləmək olurdu içində. Hə, əla. Deməli, bu mövzuda çətinlik qalmadı ki, bu mövzuda? Yox, şükür Allaha yaxşı getdi bu. İndi bunun izahı da indi bu saat saxlayacağım burada, atacağım yükləyib qrupa.